Hər vaxtınız xeyir olsun əziz dostlar. Gördüyünüz kimi 3000 toyuq yumurtası ölçülü inkubator aparatımızdır. Tam avtomat zavodskoy inkubator aparatıdır əziz dostlar. Qeyd edim ki, full avtomat gedir. Yəni bütün quş yumurtaları üçün aparatı istifadə etmək olur. Burada havalandırma sistemləridir. Gördüyünüz kimi çox yüksək bir səviyyədə həqiqətən inkubator aparatıdır. Burada puskatel sistemlərdir. Yəni inkubator aparatında voltmetrə qədər yəni var aparata gələn cərəyanı və zapasnoy hansı ki tenləri söndürmək üçün də sistem nəzərdə alınıb. Yəni tək ventilyatorlar fəaliyyət göstərir. Buradan qapısını sadəcə bir dəfə açmaqla hər iki qapını rahat aça bilirsiniz və qeyd edim ki, teraşkalar inkubator aparatından çölə çıxıb yumurta zapravka edilib inkubatora çox rahat bir şəkildə salmalı olur. Və bir şey də qeyd edim, bir teraşkada həm çıxım, həm inkubasiya aparmaq mümkündür bu aparatda. Teraşkanın birini söndürürsünüz, digərini isə vadnoyda, vubudda saxlayırsınız. Çox rahat bir şəkildə istifadə edə bilirsiniz. Və qeyd edim ki, aparatda qoşa fan sistemidir. Yəni fanların biri belə sıradan çıxsa, digər fan artıq digərini əvəz edə bilir. Yəni aparatda sistem tam sönmüş olmur. Yəni daimi şəkildə, işlək şəkildə qala bilir. Gördüyünüz kimi çox yüksək bir səviyyədə iç izolyasiyası penoplast qat gedir. Yəni işıq sönəndən belə 2 saata qədər temperaturunu gecikdirə bilir. Əziz dostlar, fırlanması avtomat zavodskoy sistemli gördüyünüz kimi baxın necə belə deyim teraşkalarda yumurtalar fırlanır. İstədiyiniz vaxtda hər bir quş yumurtasını rahat bir şəkildə inkubasiya edə bilirsiniz. Burada sizə göstərmək istədiyimiz budur ki, baxın avtomatlar necə atır, görürsünüzmü? Çox yüksək bir səviyyədə həqiqətən